Bismillah. Əlbəttə 28 yanvara bürclərin pul proqnozu belədir. Qoç, pul gəlişi var, amma tez xərcləmək riski yüksəkdir. Bugün qənaət etsən, yaxın günlərdə rahatlayacaqsan. Boğa, maddi baxımdan şanslı gündür. Gözlənilməz gəlir, borcun qaytarılması və ya bonus mümkündür. Əkizlər, pul gəlir, amma stabil deyil, lazımsız xərclərdən uzaq dur. Axşam saatları daha uğurludur. Xərçəng, pul mövzusu səni düşündürsə də qorxulu vəziyyət yoxdur. Kiçik qazanc, amma rahatlardan xəbər gələcək. Şir, çox şanslı gündür. İşdən əlavə gəlirdən və ya şans oyunlarından pul görünür. Qız, pul yavaş-yavaş artır. Planlı davranan qızlar bugün qazanc əldə edəcək. Tərəzi, maliyyə baxımından sürpriz gün. Gözləmədiyin yerdən pul gələ bilər. Əqrəb, risk etmə. Bugün pul saxlamaq daha ağıllıdır. Borc vermək məsləhət deyil. Ox atan, pul axını açılır. Yeni qazanc yolu və ya əlavə iş təklifi mümkündür. Oğlaq, əziyyətinin qarşılığını alırsan. Maaş artımı və ya maddi mükafat xəbəri gələ bilər. Dolça, şanslı gündəsən. Pul enerjin çox güclüdür. İstədiyini almaq üçün uyğun vaxtdır. Balıq, pul gəlir, amma dərhal çıxma ehtimalı da var. Planlı xərclə uduzmazsan.